Quran-ı Kərim bizə dinin yolunu, ilahi yolunu asan bir yol kimi təqdim edir. Dinə gəlib baxanda görürük ki, dində müəyyən məhdudiyyətlər var, olarlar var, olmazlar var, əmirlər var, qadağalar var, vaciblər var, haramlar var. Hicab bağlasam, hicabın qayda qanununa riayət eləmək mənim üçün çətin olacaq. Bu əlavə mənim üçün bir yük olacaq. Sanki hicabı bir məhdudiyyət kimi başa düşür. Biz Qur'anı öyüd nəsihət almaq üçün, xatırlamaq üçün asanlaşdırdıq. Varmı öyüd nəsihət alan? Öyüd nəsihət almaq istəyirsən ki, insanın da öyüd nəsihətə, zikrə ehtiyacı var. Sənin üçün yeməyi asanlaşdırmışam. Yəni sənin bu qidanı, bu mənəvi qidanı qəbul eləmək üçün heç bir çətinlik yoxdur. Allah bizə din göndərib, Qur'an göndərib. Sən deyirsən bunu Allah çətin qərar verib. Özü buyurur ki, "Ləqəd yəssərnəl Qur'anə." Biz Qur'anı asanlaşdırmışıq. Mən Qur'anı göndərmişəm ki, sizin gözünüzü açsın və hər bir şeyi siz olduğu kimi görəsiz. Siz bu dünyada gözü açıq yaşayasınız. Gözü bağlı, kör halda yaşamayasınız. Fəmən əbsara fəli-nəfsi. Hər kəs görsə, yəni bu Qur'anla yaşasa ki, təbii ki, görəcək və bu görmək fəli-nəfsihi, onun öz xeyrinədir.